Hamınıza salam dostlar. Bugün Azərbaycan dilində yönlük halına qoşulan qoşmalar mövzusunu çox sadə şəkildə öyrənəcəyik. Hazırsınızsa başlayaq. Bildiyimiz kimi yönlük hal sözün sonuna A və Ə şəkilçisi artırılaraq yaradılır. Bunda sual veririk. Haraya, nəyə, kimə? Yəni yönlük hala qoşulan qoşmaları taparkən biz söz üstə gəlsin A-Ə şəkilçisi, üstə gəlsin qoşma. Bu sıraya əməl etməliyik. Yönlük halına qoşulan qoşmalara kimi, tərəf, aid, görə əsasən qoşmalara aiddir. Başlayaq kimi qoşması ilə. Kimi qoşması məsafə bildirir. Məsələn, mən məktəbə kimi piyada getdim. Bu cümlədə gördüyümüz kimi söz, yəni məktəb sözü üstə gəlsin A-Ə şəkilçisi, yəni yönlük halda işlənən söz, üstə gəlsin kimi qoşması işlənib. Yəni söz sırasına diqqət edin. Məktəb söz, üstə gəlsin A-Ə şəkilçisi, üstə gəlsin kimi. Bayaq dediyimiz söz sırası ilə yəni olur. Burada da gördüyümüz kimi kimi məsafə qoşmasıdır. Kiminin sinonimlərinə qədər, dək, məsələn məktəbəcən, məktəbədək deyə bilərdik. İndi keçdik tərəf qoşmasına. Tərəf qoşması istiqamət qoşmasıdır. Məsələn, o mənə tərəf baxırdı. Bu cümləmizdə mənə sözü yönlük halda işlənmiş sözdür. Yəni söz üstə gəlsin yönlük hal şəkilçisi, üstə gəlsin qoşma şəklində işlənib. Yəni tərəfin də sinonimlərinə sarı, yəni mənə sarı, mənə doğru, mənə qarşı baxırdı demək olar. İndi isə keçək aid qoşmasına. Aid qoşması aidlik qoşmasıdır. Məsələn, bu qələm mənə aiddir. Gördüyünüz kimi yenə aid qoşması, ondan öncə yönlük hal şəkilçisi, ondan öncə də söz. Yenə də söz sıramız mən, üstə gəlsin yönlük hal şəkilçisi, üstə gəlsin qoşma olur. Aidin də sinonimlərinə dair, bu qələm mənə dairdir, mənə məxsusdur demək olar. İndi isə keçək görə qoşmasına. Görə qoşması səbəb, istinad və məqsəd bildirən qoşmadır. Buna da nümunə olaraq göstərə bilərik ki, mən bu qələmi sənə görə almışam. Yenə gördüyümüz kimi söz, yönlük hal şəkilçisi və qoşma. Həmçinin onu da deyim ki, fe'li sifət üstə gəlsin qoşma olar zaman bu səbəb qoşması olur. Amma məsdər üstə gəlsin qoşma olanda bu məqsəd qoşması olur. İndi isə keçdik istinad qoşmasına, yəni əsasən. Bəli dostlar, videomuz bura qədər idi. Gələn dərsimizdə çıxışlıq halına qoşulan qoşmaları öyrənəcəyik. Yenə də nə anlamasanız şərhlərdə mənə bildirin. Həmçinin istədiyiniz videolar varsa, bunları da mənə şərhlərdə bildirə bilərsiniz. Bu mövzunu yadda saxladıqsa videonu bəyənin və kanala abunə olmağı unutmayın. Gələn dərslərdə görüşənədək.